Sumqayıtda yaşayış binasında güclü yanğın başlayıb. Hadisə şəhərin 18-ci mikrorayonunda gördüyünüz bu yaşayış binasında qeyd alınıb. Belə ki, hadisə zamanı əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir. Video kaçtı. İlkin məlumatlara görə yanğın 4 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin bir otağı tamamilə yanaraq içərisindəki əşyalarla birlikdə yararsız hala düşüb. Hadisə zamanı yaranan sıx tüstü binanın digər mərtəbələrinə də yayılıb. Tüstüdən zəhərlənmə ehtimalı olan 5 nəfər təhlükəsizlik məqsədi ilə dərhal binadan təxliyə edilib. Onların vəziyyəti nəzarət altındadır və ilkin tibbi yardım göstərilib. Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Operativ tədbirlər nəticəsində yanğının digər mənzillərə keçməsinin qarşısı vaxtında alınıb. Bir dənə gəlin evdə olmayıb, mən də yoldaşım evdə olub. Kişidən soruşum, bilmirəm. Və nədən baş verib, nədən nə deyirlər? Bilmirəm. Bunların yatan otaqda işıq taxılıdır. Bilməm ondan olub, yoxsa nədir? Neçə otaqlı evdir? 4. 4 otaqlıdır. Bəli. Yataq otağından baş verib yanğın? Yataq otağından baş verir. Xəsarət alan yoxdur? Yox. Bizə tüstü var, getdim köməklə mən də. Qonşular uşaq zat var, güya içəridə. Amma çıxanda yuxarı yaşlı kişi ev yiyəsi deyir ki, heç nə uşaq yoxdur. Mən də qayıtdım geri. Əraziyə polis əməkdaşları da cəlb edilib. Təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Nizam Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.